Bəlkə də inanmayacaqsınız, amma bu telefonun içərisində mexaniki hard disk var idi. Bəli, bildiyimiz kompüter diski. Gəlin 2005-ci ilə səyahət edək. Həmin vaxtlarda yaddaş kartları çox bahalı idi. Ancaq hər kəs cibində yüzlərlə mahnı daşımaq istəyirdi. Bu tələb nəticəsində mühəndislik möcüzəsi hesab olunan mikrodrive diskləri meydana gəldi. Nokia əfsanəvi N91 modelinin içərisinə 4 GB həcmi olan mikrodrive yerləşdirdi. Həmin dövr üçün telefonlarda bu yaddaş həcmi sadəcə inanılmaz idi. Sual yarana bilər. Hərəkət edərkən cibdəki telefonun daxilində fırlanan mexaniki disk cızılmırdı. Çünki bənzər texnologiya ilə işləyən hard disklərin sərt hərəkətlərdə cızılıb xarab olduğunu çox görmüşük. Bu telefonda isə belə problem yox idi. Çünki Nokia inkişaf etmiş hərəkət sensorlarından istifadə etmişdi. Telefonun sərt hərəkətlər zamanı qurğunun oxuyucu başlığı disk üzərindən neytral sahəyə çəkilirdi və diskə toxunmurdu. Belə vəziyyətlərdə musiqi dinləyərkən və ya video izləyərkən multimedia qısa müddətlik dayansa da, bu disklər məlumatları etibarlı şəkildə qorunması ilə seçilirdi.